Zəkat nədir, sədəqə nədir? Buna cavab verin zəhmət Yenə olmasa. sualın varın, sualda eybi yoxdur da. O zəkat bəlli bir yerlərə gəlir də. Məsələn, baxsınlar fiqdə qızıl nə qədər olsa, məsələn müəyyən qədər heyvan olsa, nəticədən olsa, tutaq qoyun, inək və s. Bu öz yerində bu zəkat bir. Sədəqə də ki, insan belə deyək də sədəqə ayırır evdə. Tutaq ki, bir Allahın yolunda pul ayırır sədəqə ünvanında ki, bunu fəqirə verəcəm, füqaraya verəcəm, çətinlikdə olanlara verəcəm və s. Sədəqə də insanı çox böyük bəlalardan qurtarır. Mən tövsiyə edirəm hamımıza hər gün sədəqə çıxardın. Hər gün sədəqə çıxardın. Bax, bir həftədə tutaq ki, 10 manat verməyəcəksən, onu böl 10 manatı hər gün özünü çıxardın. Onun təsiri daha çoxdur. Bu tövsiyəni edirəm sizlərə. Sədəqə doğrudan da böyük bəlaları dəf edir. Çox böyük bəlaları dəf edir. Bəli. İnşallah bir vaxt sədəqə az qalıb vaxtı, bir dəqiqəm qalıb da. Bir vaxt sədəqə haqqında danışmışam deyim maşallah da. O qədər maşallah. Yazın hələ Ramil sədəqə çıxacaq. Deməli, Hacı, son sual elə bilirəm, bunu da deyək, sonra da suallar çoxdur, inciməsinlər bizdən əzizlərimiz, amma bir suala cavab verək, inşallah Hacı cavab verər. Deməli, Hacı, zəhmət olmasa yetim uşaqların haqqına girmək haqda məlumat verərdiniz. İnnəmə yəkuluna fi butunihim naran. Quranda bir ayə var. Buyurur ki, yetimin malını yeyən qarnına od yeyir. Bu bir. Ya bir ayədə var ki, tukrimuna kəlməsi gəlib. Yetimlərə nəinki yalnız onlara kömək edin, yeməyini, qidasını verin. Kəramətli nəvaziş edin. Onların elə bəzi vaxtlar bir adam qəribə nəvaziş eləyər, uşaq daha da sınar. Elin uşaq sınmasın. Kəramətli nəvaziş. Belə ki, o şəxsiyyətini sındırmaq olmaz. Amma elə bir şəkildə eləmək olar ki, həm onun axı bir boşluğu var içində. Bir məhəbbət boşluğu. O sevgi gözləyirdi. O atası vaxtından biraz tez dünyasını dəyişib, ya anası mən vaxtından tez, əstəğfurullah, o vaxtı Allah verib, nə tez, nə gec biz deyənmərik, nə qədər yaşayıb. Allah uzun ömür versin yaşayanlara da öz yerində. Amma o bir boşluğu var da, məhəbbət boşluğu, onu doldurmaq lazımdır ki, uşaq o boşluq dolmayanda aqressiv böyüyə bilər, sabah o məhəbbət boşluğu yaşayan bir uşaq cinayətkar uşağa da çevrilə bilər, sabah o məhəbbət boşluğu yaşayan uşaq başqalarının məhəbbətlə böyüdüyü, gördüyü onlara qarşı acığı tuta bilər, kinlənə bilər. Bu, ümumilikdə cəmiyyətə də gedişatına nədir? Mənfi təsirləri var. Yekunda da təsirlərini özümüz cəmiyyət olaraq çəkəcəyik, bir toplum olaraq. Bu məsələnin bir tərəfidir, amma kəramətlə nəvaziş eləmək, ehtiramla nəvaziş eləmək uşağa da bu çox tövsiyə olunur inşallah.